meşəli və yaşlı ağac. Oxuyun. Bəli. Biri var idi, biri yox idi. Meşələrin birində müxtəlif növdə yamyaşıl ağaclar var idi. Bu ağaclar o qədər gözəl idi ki, görənləri heyran edirdi. Ağacların bəziləri böyük, bəziləri isə kiçik idi. Bəziləri yaşıl, bəziləri cavan idi. Ancaq içərisində bir ağac var idi. Meşənin ən yaşlı və ən gözəl ağacı idi. Bəli. O qədər güclü kökləri, o qədər böyük budaqları var idi ki, çox əzəmətli görünürdü. Bir müddət sonra meşədə hava dəyişməyə və güclü küləklər əsməyə başladı. Uşaqlar, indi mənə deyin görün, güclü külək əsəndə ağacın haralarını görürlər. Budaq. Bu evə de görüm, yaxşı de görüm, mənə de görüm. Bax, ondan ən çox xoşuna gələn olması hansıydı? Əli, İsmail xeyri görüm, hansı olması daha xoşuna gəldi? Xoşuna gəldi. Dəniz de görüm, hansı olması xoşuna gəldi sənin? Uşlar xoşuna gəldi, əli xoşuna gəldi, yoxsa cavan ağaçlar, yoxsa yaşlı ağaçlar uşlar xoşuna gəldi. Sonra ki, mənə çox buraya görüm. Mətin haqqında bir dənə söhbət istəyib görüm. Nə xoşuna gəldi Mətinlə? Əli də səs çalar, aferin. Mətinlə nə danışa bilərsən, nə deyə bilərsən? Ümumiyyətlə, bax bu obrazlardan hansı xoşuna gəlir? Əli və sevirəm deməyindən, qoy baxım gözünə, sarılım ürəyindən. Astaca, astaca deyirəm biləsən, bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır, qəlbimizdə, ruhumuzda. Yaxşı ki dünyada sevgi vardır, bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır, qəlbimizdə, ruhumuzda. Yaxşı ki dünyada sevgi vardır. Baxım gözünə, sarılım ürəyindən. Astaca, astaca deyirəm biləsən, bir bahar